Deməli, liderdə etik dəyərlər, liderdə etik dəyərlər onun qərarlarında, davranışlarında və münasibətlərində mənəvi, əxlaqi və sosial məsuliyyətə əsaslanan prinsiplərin olması deməkdir. Yəni, lider yalnız təkcə nəticəyə deyil, həmin nəticəyə necə çatdığına da cavabdehdir. Etik dəyərlərə sadiq liderlər daha güvənilir, daha nüfuzlu və daha təsirə malik olurlar. Bəs etik dəyərlər nədir? Sırf etik dəyər cəmiyyətdə qəbul olunan doğru, ədalətli və məsuliyyətli davranış qaydalarıdır. Lider üçün bu dəyərlər yalnız şəxsi seçim deyil, məcburi mənəvi öhdəlikdir. Yəni biz bunlara məcburuq, bu qaydalara riayət etməyə. İlk öncə nədir burada? Ədalət. Yəni hər kəsə bərabər və obyektiv yanaşmalıyıq, qərarlarda favorizmdən və ayrı seçkilikdən uzaq durmalıyıq. Sonra dürüstlük. Həmişə gerçəyi söyləmək, həqiqəti söyləməliyik, yalanı rədd etməliyik və açıq və şəffaf davranmalıyıq. Məsuliyyət hissi olmalıdır, yəni qərar və əməllərin nəticələrinə cavabdeh olmalıyıq. İstər şagirdlərin qarşısında, istər həmkarların, valideynlərin qarşısında. Xətalar baş verərkən bunları etiraf etmək və onları düzəltmək üçün əlimizdən gələni etməliyik, təşəbbüskar göstərməliyik. Sonra hörmət, insanların fikrinə, hüquqlarına və fərqliliklərinə hörmətlə yanaşmalıyıq, əməkdaşlıq və dialoq mühitini qoruyub saxlamalıyıq. Bayaq da qeyd etdiyim kimi, valideynlər arasında, digər həmkar müəllimlərimiz arasında əməkdaşlıq daimi qorunub saxlanmalıdır. Sonra etibarlılıq. Verdiyi sözə əməl etməli, insanların inamını doğrultmalıyıq. Və empatiya və anlayış son olaraq. Yəni, qarşı tərəfin hisslərini, vəziyyətini anlamağa çalışmalıyıq, bunun üçün səy göstərməliyik. Qərarlarında yalnız məntiqə deyil, həm də insani dəyərlərə əsaslanmalıyıq. Bayaq da burada qeyd etdiyim kimi, etik dəyərlərə sahib lider nə deməkdir? Təkcə idarə edən deyil, həmçinin yönəldən, tərbiyə edən, güvən verən şəxsdir. Belə liderlər daha ədalətli, dürüst və hörmət əsasında, bu dəyişiklikləri hörmət əsasında yerinə keçirirlər, həyata keçirirlər. İndi ümumi baxaq görək, etik liderlərin davranış nümunələri nədir? Misal üçün, əgər etik formada riayət ediriksə, qrup üzvləri arasında fərq qoymamalıyıq. Qeyri-etik davranışlara qarşı mövqe nümayiş etdirməliyik. Komandanın rifahını şəxsi maraqlarından üstün tutmalıyıq. Tənqidə açıq olub, ədalətli şəkildə münasibət bildirməliyik. Həmçinin davranışları ilə başqalarına mənəvi nümunə olmağı bacarmalısınız davranışlarınızla. Niyə etik dəyərlər bəs vacibdir bu qədər? Həm inamı, etibarı yaradır etik dəyərlər. Yəni ki, etik liderlər komandasında və cəmiyyətdə güvən formalaşdırır. Ədalətli qərar verirlər, doğruları deyirlər və prinsiplərə əsaslanırlar. Həmçinin komanda ruhunu gücləndirirlər, dayanıqlı uğurlara sahib olurlar, cəmiyyətə nümunə olurlar və bununla da etik liderlər sosial dəyərlərini qoruyucusuna çevrilir. Sosial dəyərlərin qoruyucusuna çevrilirlər. Ümumiyyətlə, nəticə olaraq etik dəyərlərə sahib lider təkcə idarə edən deyil, yönəldən, tərbiyə edən, güvən verən şəxsdir. Bunların bu təsiri hansı ki dedik ki, ədalətli, dürüstlü, hörmət əsasında həyata keçirilənlər, bunların təsiri dərin nüfuza və uzunömürlüyə səbəb olur. Yəni biz bunlara riayət etsək, bu etik dəyərlərə riayət etsək, həm nüfuzumuz da artar və uzunömürlü olar, həmçinin də həm bizim işimizdə, həyatımızda dərin iz buraxar, təsir buraxar. Etik dəyərlərdən də bu qədər. Başqa kimisə maraqlandıran hər hansı bir sual varsa və yaxud da hər hansı bir fikir ifadə demək istəyirsə, buyurub qeyd edə bilər. Ümumi təlimimiz bundan ibarət idi. Deməli, qısa olaraq deyək ki, biz nədən danışdıq? Müəllim lider anlayışından, yəni lider müəllim nədir? Onların əsas xüsusiyyəti nələrdir? Liderlik və müəllimlik arasında olan əlaqə, lider müəllimin rolu,
Sinifdə liderlik hansı ki, həm şagirdlər arasında, həm müəllimlər arasında, müəllim-şagird arasında. Daha sonra bu sinifdə liderliyin faydaları nələrdir? Müəllimin kommunikasiya və təsir bacarıqları hansılardır? Nələr aiddir bunlara? Onların təsviri, ifadələrini göstərdik. Bir də etik dəyərlər haqqında danışdıq. Kiminsə nəsə sualı varsa başqa, nəsə maraqlandıran buyurub qeyd edə bilər.